Nefəsin tutulması beyni oksigensiz qoyur. Yaddaş azalır, diqqət dağılır, halsızlıq, yorğunluq yaranmağa başlayır. Sən burnuvu atmaq üçün bir neçə spreylərdən istifadə edirsən. Amma o spreyləri püskürdəndə də burnunun suyu dayanmaq bilmir, eləcə burnun axır. Ya da ki, müvəqqəti təsir bağışlayır. Bir neçə saatdan sonra burnun yenə tutulur. Məndə həmişə belə olub, yağın nə vaxtsa düzələr deyib keçmə. Çünki düzəlməyəcək. Bu alerjik rinitdir. Məhz alerjik riniti olan insanlarda bu saydığım əlamətlər var və getdikcə daha da ağırlaşır, xəstəlik kəskinləşir. Bəs nə etməlisən? Ekrandakı ürəyi qızard və mənə diqqətlə qulaq as. Yaxınlaşırsan aptekə Sinisol Ektoin sprey alırsan. Bu sprey istifadə edildiyi zaman təkcə burunu açmaqla qalmır, eləcə də burun tıxanıqlığının əsas səbəbi olan alerjik rinitin əlamətlərinə və özünə son qoyur. Bunu necə eləyir? Burunun selekli qışasının həssaslığını azaldaraq selekli qışanın üstündə xüsusi qoruyucu təbəqə bariyer yaradır. Bu da burunun selekli qışasını, yəni alerjik riniti qıcıqlandıran hissəciklərin selekli qışaya düşməsinin qarşısını alır. Nəticədə qısa müddətdə həm alerjik rinitə, həm də rinitin əlamətlərinə son qoyaraq rahat nəfəs almağınızı ömür boyu təmin edir. Ölkənin bütün apteklərində var. Olmasa da əczaçılarımızdan xahiş edin, köməklik göstərib, zakas verib aptekə sizə gətirsinlər, çatdırsınlar. Bu cür faydalı videoların davamı üçün profilin üzərindəki pil işarəsinə toxunun ki, sağlamlığınızın qeydinə qalan əczaçınız Baloğlanla hər zaman sağlam qalın.